Fevral ayı sadəcə təqvim dəyişikliyi deyil, bir çoxumuz üçün taleyin yenidən yazıldığı bir dövr olacaq. Videonun tam ortasında fevralın bütün qapalı qapılarını açacaq çox güclü bir uğur kodlaması paylaşacağam. Amma bir şərtim var. Bu kodlama yalnız bizim kanala abunə olanlar üçün öz təsirini göstərir. Əgər hələ də abunə deyilsinizsə, elə indi abunə ol düyməsinə toxunun ki, fevralın bərəkətindən məhrum qalmayasınız. Bugün bürcləri sevgidən pula, sağlamlıqdan ailəyə qədər detallı analiz edəcəm. Hazırsınızsa fevralın sürprizlərinə ilk bürcümüzlə başlayırıq. Şir. Ortaq işlərdən və ya partnyorunuz vasitəsilə gələn pullar artacaq. Maddi olaraq çox güclü bir dəstək alacaqsınız. Münasibətlərdə tam bir romantika və ehtiras dövrüdür. Subay şirləri üçün fevralın 14-ü ətrafında ciddi bir tanışlıq qaçılmazdır. Ürək və qan dövranına diqqət edin. Çox stresli mühitlərdən uzaq durun. Hər şeyi tək idarə etməyə çalışmayın. Komanda işinə güvənin. Buğa. Karyera pilləkənlərində rəsmi bir yüksəliş və ya maaş artımı fevralın sonuna doğru tamamilə reallaşacaq. Ailə daxilində sülh və huzur bərqərar olur. Uzun müddətdir planlaşdırdığınız ev alış-verişini edə bilərsiniz. Boğaz və səs telləri həssaslaşa bilər. Soyuqdan qorunun. İnadkarlığı kənara qoyun. Yeni ideyalar sizə daha çox pul gətirəcək. Əziz izləyicilər, bura qədər dinləyənlərdən səmimi bir cavab gözləyirəm. Fevral ayında qarşınıza bir seçim qoyulsaydı, nəyi seçərdiniz? Heç vaxt bitməyən bir maddi zənginliyi, yoxsa ömür boyu sizi qoruyan sadiq bir sevgini? Rəylərdə seçiminizi edin. Biz isə keçək növbəti bürcümüzə. Balıqlar. Xəyalları bir kənara qoyuruq. Fevral sizin üçün rəsmi sənədlər və maddi anlaşmalar ayıdır. Gözlədiyiniz o böyük məbləğ ayın sonunda hesabınızda olacaq. Münasibətlərdə reallıqlara fokuslanın. Qarşı tərəfin sizə verdiyi sözləri yox, atdığı addımları dəyərləndirin. Ayaq və damar sağlamlığına diqqət yetirin. Çox ayaq üstə qalmayın. Maddi məsələlərdə heç kimə kör-köranə güvənməyin. Sənədləri mütləq oxuyun. Əqrəb. Daşınmaz əmlak və ya miras məsələləri həll olunur. İnvestisiya etmək üçün fevralın 20-sindən sonrası ən uğurlu dövrdür. Ev daxilində gizli sirlər açıla bilər. Sakit qalın, çünki həqiqət sizin tərəfinizdədir. Psixoloji yorğunluqdan qaçmaq üçün özünüzə daha çox vaxt ayırın. Güc sükutdadır. Hədəfləriniz reallaşana qədər heç kimə planlarınızdan danışmayın. Və gəldik o talih yüklü ana. Bu saniyədən etibarən fevralın enerjisini özümüzə çəkirik. Yalnız abunə olanlar üçün keçərli olan bu kodlamanı ürəyinizdə 3 dəfə təkrar edin. Fevralın bərəkəti mənimlədir. Cibim həmişə dolu, yolum həmişə parlaqdır. Mən bolluğu seçirəm. İndi isə dərhal rəyə qəbul edirəm yazaraq bu enerjini möhürləyin. Biz isə davam edirik. Tərəzi. Yaradıcı işlərdən və ya gözlənilməz şans oyunlarından kiçik qazanclar ola bilər. Hobbinizi biznesə çevirmək üçün əla vaxtdır. Münasibətlərdə hər şey istədiyiniz kimi gedir. Yeni bir sevgi dalğası qapınızı döyə bilər. Bel və böyrək nahiyəsini soyuqdan qorumaq bu ay sizin üçün birincidir. Özünüzə vaxt ayırın. Gözəllik və özünəqulluq sizə motivasiya verəcək. Əziz tərəzilər, bura qədər dinləmisinizsə, rəyə bir ürək qoyun. Görək neçə nəfər parlaq enerjili tərəzi izləyicimiz var. Qoç. Xərcləriniz artsa da, yeni layihələr sayəsində gəlirləriniz stabilləşəcək. Ayın 15-də gələcək bir xəbər
sizi maddi rahatlığa çıxaracaq. Ailə daxilində bəzi gərginliklər ola bilər. Çalışın hər sözə reaksiya verməyəsiniz. Baş ağrıları və göz yorğunluğu gündəmdə ola bilər. İstirahət edin. Tənbəlliyi atın. Fevral hərəkət edən qoçlara qazandıracaq. Oğlaq. Fevralın ən zəngin bürcü sizsiz. Keçmişdə etdiyiniz yatırımların bəhrəsini nağd şəkildə yığacaqsınız. Partnyorunuzla münasibətlərdə tam bir güvən dövrüdür. Ailə böyüklərindən şad xəbər alacaqsınız. Diş və sümük sağlamlığına diqqət yetirin. Kalsiumu unutmayın. Maddi uğurlarınızı hər kəsə elan etməyin. Nəzərdən qorunun. İndi isə növbəti bürcümüz Əkizlər. Yeni biliklər və onlayn işlər sizə gözləmədiyiniz pullar gətirə bilər. Təhsil xərcləriniz gələcəkdə sizə qazanc kimi qayıdacaq. Uzaqdan gələn bir qonaq və ya mesaj həyatınıza rəng qatacaq. Sinir sisteminizi və əllərinizi qoruyun. Həddindən artıq işləməyin. Bir işi bitirmədən digərinə keçməyin. Diqqətinizi cəmləyin. Qız. İş yükünüz çoxdur. Amma bu yorğunluğun qarşılığı böyük bir mükafat və ya vəzifə artımıdır. Gündəlik işlər sevgini arxa plana ata bilər. Partnyorunuza kiçik sürprizlər edin. Həzm sisteminizə və qidalanmanıza xüsusi diqqət yetirin. Mükəmməli axtarmağı dayandırın. Həyatı axışına buraxın. Ox atan, ticarət və ünsiyyət işləri sizə rekord gəlir gətirəcək. Yeni sənədlər imzalamaq üçün ayın ilk yarısı idealdır. Qohumlarla olan münasibətlərdə hüzur yaranır. Yeni bir tanışlıq səyahətdə baş verə bilər. Ayaq və bud nahiyəsini soyuqdan qoruyun. Verdiyiniz sözləri yerinə yetirin. Dolça. Fevral sizin ad gün ayınızdır. Kainat sizə maddi bir hədiyyə hazırlayır. Yeni bir gəlir mənbəyi gündəmə gələcək. Münasibətlərdə köhnə vərdişləri buraxıb tamamilə yenilənəcəksiniz. Enerjiniz çox yüksəkdir, amma yuxu rejimini pozmayın. Özünüzə inanın, bu ay sizin intibah ayınızdır. Xərçəng. Miras, bank və ya sığorta ilə bağlı gözlənilən bir xəbər nəhayət bu ay gələcək və sizi maddi sıxıntıdan qurtaracaq. Ev daxilində təmir və ya dekorasiya işləri ruhunuza yaxşı gələcək. Ailə bağları güclənir. Mədə həssaslığına diqqət edin. Bitki çaylarına üstünlük verin. Keçmişin yüklərini çiyinlərinizdən atın. Gələcək çox parlaqdır. Fevral ayı hər birimizə xeyir, bərəkət və ən əsası huzur gətirsin. Rəy bölməsində hər bürcə özəl bir bərəkət ipucu qoymuşam. Öz bürcünüzü tapıb oranı mütləq oxuyun və rəylərdə bir ürək qoyub qəbul edirəm yazın. Özünüzə yaxşı baxın. Yeni videolarda eşidilənədək.